Müəllim, biz biraz əvvəl də təqdim etdik ki, ADA Universitetində ölkə başçısının çıxışı oldu. Əsas diqqət çəkən məqamlar hansılar idi? İndi bunu soruşmaq istəyirəm və eyni zamanda orada çox mühüm mesajlar verildi. Eyni zamanda Ermənistanın silahlanmasından da danışıldı. Siz məhz bu tədbirdəki ölkə başçısının çıxışını necə şərh edərdiniz? Buyurun. Təşəkkür edirəm. Əvvəl onu qeyd edeyim ki, bu tədbirə çox ciddi bir baxış var idi və bu tədbiri təkcə Azərbaycanda deyil, inanın ki, Ermənistanda bizdən də çox diqqətlə izləyirlər. Çünki Azərbaycan prezidenti Cəmil Haməyevin hər bir sözünün arxasında konkret əməl, konkret addım dayanır. Və Cənab Prezidentin çıxışında və verilən suallara ünvanladığı cavablarında regional təhlükəsizlik məsələləri, Ermənistan-Azərbaycan münasibətlərinin bugünü və perspektivi, beynəlxalq aləmdə gedən proseslər, Birləşmiş Ştatların yeni administrasiyasının yeritdiyi siyasət, Birləşmiş Ştatlar Avropa İttifaqı münasibətləri, enerji təhlükəsizliyi və digər bu kimi istiqamətlər üzrə məsələlər diqqət mərkəzində saxlanıldı və heç şübhəsiz ki, əsas strateji əhəmiyyətli məsələ və sualların da böyük bir hissəsi bu istiqamətdə idi. Ermənistan-Azərbaycan münasibətlərinin bugünkü vəziyyəti ilə bağlı və perspektivləri ilə bağlı. Əvvəl onu qeyd edeyim ki, Ermənistanın baş naziri Nikol Paşinyan əslində öz bəyanatları ilə, səsləndirdiyi fikirlərlə sülhə sadiqlik bir fonun yaradır. Və onun konkret əməli addımlarından xəbərsiz olsan, bunları bilməsən, elə bir təəssürat əmələ gələ bilər ki, doğrudan da Ermənistanın Paşinyan hökuməti son dərəcə tezliklə regionda sülhün olmasında maraqlıdır. Belə bir fonu yarada bilib. Ancaq bu dediyim kimi ancaq fondur. Amma reallıq başqa şey diktə eləyir və Ermənistan eyni deməli sürətlə də silahlanmaqdadır. Ermənistan Azərbaycanla sərhəd boyu istehkamlar quruculuğu işindən məşğuldur. Ermənistan Azərbaycanla atəşkəsi pozmaq siyasətini həyata keçirir və bir daha vurğulayıram və Cənab Prezident bunu tədbirdə bir neçə dəfə söylər ki, Ermənistanı əməli başlı silahlandırırlar və dağıdıcı, öldürücü silahlarla. Bax, paradoks bundadır. Ya müharibəyə hazırlaş və açıq şəkildə bunu bəyan et ki, mənə sülh lazım deyil və mən bu müharibənin nəticələrindən narazıyam və revanşizm, Cənab Prezidentin qeyd etdiyi kimi, mən pasiv və yaxud da ki, aktiv revanşistlərdən biriyəm və ona görə də açıq mövqeyini bildir. Ya da ki, əksinə, denən ki, bəli, biz sülhə sadiqik, sülh müqaviləsi imzalamaq istəyirik və Azərbaycanın da konkret tələbləri var, onu icra edirik, tək ki, regionumuza sülh gəlsin, o sülh ki, Ermənistanı bizdən daha çox lazımdır. Çünki blokada vəziyyətindədir və iqtisadi nicatının özü də sülhdən keçir. Amma fikir verirsə, iki başlı oyun oynayır. Həm sülh, həm də müharibə istiqamətində addımlar atır və bu siyasətin də bütün o fəlsəfəsini, bütün anatomiyasını Azərbaycan Prezidenti Cəmil Həməliyev haqqında bəhs edilən yeni dünya nizamına doğru beynəlxalq forumda, adada keçirilən bu forumda açıqladı, bildirdi.